Salam əziz abituriyentlər, bugün mən sizə qısa inkar və qısa təsdiq mövzusunu izah edəcəm. Əsasən buna biz so, do I və yaxud da ki, neither, do I şəklində bildiririk, deyirik uşaqlara. Qısa təsdiq və qısa inkardır. Təsəvvür edək ki, yuxarıda verilən cümlə təsdiqdədir. Təsdiqdə isə sən geri qayıdışını edəcəksən so, üstəgəl köməkçi feil, üstəgəl mübtəda və yaxud da ki, to vasitəsilə və yaxud da ki, also vasitəsilə. Belə çıxır ki, so, to, also təsdiqi ifadə etmək üçün istifadə olunan hissəciklərdir. Təsəvvür edək ki, yuxarıda verilən cümlə inkardadır. Sən geri qayıdış edəcəksən neither, üstəgəl köməkçi feil, üstəgəl mübtəda və yaxud da ki, no və yaxud da ki, not, yəni inkar bir hissəcik, üstəgəl cümlənin sonunda either-dən istifadə edirsən və başa düşürsən ki, yuxarıda verilən cümlə inkardır. Məhz bu səbəbdən də mən either-ni ifadə eləməliyim. Either cümlənin sonunda və inkar cümlələrdə istifadə olunan hissəcikdir. Unutmayaq bunu. Bəs mən zamanı necə müəyyən edəcəm? Zamanı təbii ki, yuxarıda verilən cümlənin zamanını görməli, onu tapmalı, müəyyən etməli və ona uyğun da seçməlisən. Təsəvvür edək ki, yuxarıda verilən zaman səndə present simple-dur. Və təsdiqdədir, tutalım ki, doğrudurmu? Bu təqdirdə sən istifadə edəcəksən do das hissəciyindən və so, to, also-dan. Yadından çıxartma ki, neither və ya either gördüyün təqdirdə dərhal onları silməlisən. Batın özəlliyinə gəldikdə, batı belə yadda saxla. Bat həm təsdiqlər üçün, həm də inkarlar üçün istifadə olunur. Lakin fikir ver ki, batın hər iki tərəfi də təsdiq və ya inkar olmasın. Əgər birinci hissə təsdiqdirsə, ikinci hissə inkar olsun. Və yaxud da birinci hissə inkardırsa, ikinci hissə təsdiq olsun. Lakin heç bir təqdirdə hər iki tərəf təsdiq və hər iki tərəf inkar ola bilməz. Bax, bat üçün bu məqam çox önəmlidir. O səbəbdən də fikir ver. Təsəvvür edək ki, yuxarıda verilən cümlə sənin üçün past simple-dur. Təbii ki, sən geri qayıdışı eləyəcəksən, dedilə. Yəni, bu təqdirdə sən bilməlisən ki, cümlə keçmiş zamandadır və onun sualı inkarı dedilə üzəlir. Təsəvvür edək ki, verilən cümlə future simple-dur. Təbii ki, sən geri qayıdışı o verilə etməlisən. Təsəvvür edək ki, verilən cümlə present continuous-dur. Yəni, am, is, are, üstəgəl ing. Və yaxud da ki, sadəcə olaraq present simple-ı əmizə olaraq veribdir. Present continuous-suz. Təbii ki, geri qayıdış eləyəcəksən əmizanın özü ilə. Lakin yaddan çıxartma ki, bir zaman digər zamana keçid edə bilməz. Tək cəmə və ya cəm təkə çevrilər, lakin bir zaman digər zamanla əvəz oluna bilməz. Təsəvvür edək ki, yuxarıda verilən cümlə past continuous-dur. Belə çıxır ki, sən istifadə eləməzsən was, were. Aynı hissənə sözün düzü lazım deyil, sənə lazım olan məhz was, were hissəsidir. Təsəvvür edək ki, verilən yuxarıdakı hissə present perfect-dir. Və dərhal yadımıza düşür ki, present perfect necə düzəlir? Present perfect necə düzəlir? Have, has, üstəgəl participle to vasitəsilə. Yəni, sən bu participle to-nu görməlisən ki, başa düşəsən ki, sənin cümlən present perfect-dir. Geri qayıdış edəcəksən have-haslə. Bunu unutma.
Təsəvvür edək ki, yuxarıda cümlə have to, has to və had to-dan ibarətdir. Dərhal yadımıza düşür ki, bu must'ın zamanlar üzrə ekvivalentidir və yaxud da ki, will have to da verə bilər. Bu təqdirdə have to üçün do, has to, does, had to, did, will have to üçün isə will'dən istifadə edəcəksən. Do'nun does'a, does'ın do'ya keçmə ehtimalı %100'dür. Yəni rahatlıqla keçid edə bilir. Sadəcə did'ə keçə bilməz. Had to olmalıdır ki, did'ə geçsin. Bax, bu ikisi eyni xarakterlidir. Had to isə onun keçmiş zamanıdır. Bir zaman digər zamana keçid edə bilməz. Have to, has to indiki zamanı ifadə etdiyi təqdirdə had to isə keçmiş zamanı ifadə edəcəkdir. Belə çıxır ki, fərqlidir və ya will have to gələcək zamanı göstərəcəkdir. Belə çıxır ki, fərqlidir və bir zaman digər zamana keçid edə bilməz heç vaxt. Təsəvvür edək ki, yuxarıda verilən cümlə have got, has got ifadəsidir. Yadda saxlayıram ki, sualımı, inkarı mən geri qayıdışda have has'lə verəcəm, unutmayaq. Yaxşımı? Bax, bu çox vacibdir. Təsəvvür edək ki, yuxarıda verilən cümlə have, has'dən ibarətdir. Bax, sadəcə have has. Bu təqdirdə yadımda saxlayıram ki, bu artıq əsas feildir. Və bunun participle to'su yoxdur. Bax, burada participle to bayaqdan ki demişəm ha, qeyd eləmişəm ha ki present perfect participle to, amma burada elə bir şey yoxdur. Düzdürmü? Have has əsas feildir burada. Əsas feildirsə onun sualı inkarı təbii ki, do daha az da düzələcəkdir indiki zamanda. Bunun keçmiş zamanı da olarmı? Bəli, olar. Keçmiş zamanda düzələcəkdir təbii ki, didlə. Unutmayaq. Bax, qayda çox sadədir. Qaydada çətin bir məqam yoxdur. Qaydada sadəcə olaraq diqqətli olmaq lazımdır. Təsəvvür edək ki, yuxarıda verilən cümlə səndə past perfectdir. Dərhal yadıma düşür ki, past perfect düzəlir, had üstə gəl participle to vasitəsilə. Belə, yəni burada sən participle to-nu görməlisən. Belə çıxır ki, onun sualı inkarı geri qayıdışda haddə istifadə edəcəksən, haddən istifadə etməlisən. Feilləri gör, zamanları gör, onlara fikir ver, hansı zaman olduğunu gör, təsdiqini müəyyən et, inkarını müəyyən et və keç. Silə-silə tap. İndi isə mən istəyirəm gedək, testlər üzərində bir neçəsinin izahatına baxaq. Bu səhifədən gedə bilərəm. I haven't been to Japan. Mən zamanı müəyyən edirəm, mənim zamanım present perfect. Deməli, mənim sualımı, inkarımı have-has müəyyən eləyəcəkdir. Çünki present perfect'in sualı, inkarı have-has'ədir. Baxın, burada been veribdir. Belə ki, bu present perfect'dir. Və inkardadır. İnkardadırsa, mən dərhal A variantını silirəm. Çünki izir cümlənin sonunda olmalıydı. Cümlənin əvvəlində izir başlaya bilməz. But Nick haven't. Batdan ya əvvəl ya sonra inkar gəlməlidir. Batdan sonra da inkar gəlməli və əvvəl də inkar gələ bilməz. Dərhal silirəm. Mən baxıram ki, does tamamilə fərqli zamanda. Mən dərhal C variantını siləcəm. Və yadımda saxlayıram ki, bax, bu izir yalnız inkar cümlədə istifadə olmalıdır. Yəni, izirdən əvvəl no, not gəlməlidir, sildim. Deyir ki, I haven't been to Japan before and neither has Jack. Doğru variantım neither has Nick. Doğru variantım D variantına gedəcək əlbəttə ki. Sonra gedirəm. I have never heard. Yenə həmin testi. O səbəbdən onu buraxıram. Deyir ki, he put no limit. Dərhal zamanımı müəyyən elədi. Mənim zamanım diddir. Səbəb ondan ibarətdir ki, S yoxdur ki, mən bunu da edim. Düzdürmü? Ona görə də put didi olacaq da. Və inkardır. İnkarı da unutmayaq. Bu səbəbdən mən sonu, təsdiq üçün olan sonu atdım və sonu atdım. Və don'tu atdım, çünki mənim zamanım diddir. Atdım, do'nu atdım. Doğru variantım C'yə gedəcək əlbəttə ki. I have never driven. Bunlar eyni tipli testlərdir. Fred does morning exercises. Zamanımı müəyyən elədim. İndiki zaman, yəni belə çıxır ki, mən istifadə eləməliyəm do'dan, does'dan. Doğrudurmu?
Təsdiq cümlədir. Məhz bu səbəbdən mən nizini sildim və so-dan sonra da inkar gəlməz ümumiyyətlə sildim. I do to verirəm, so do I verirəm. Doğru cavab buydu. Gedirəm speaks gördüm. Yəni bu esi gördümsə dərhal başa düşürəm ki, söhbət do-dan, does-dan gedir. Yəni indiki zamandır. Təsdiqdir. Nizini sildim və so-dan da sonra ümumiyyətlə inkar gəlməz. 1-dən 4 mənim doğru cavabım olacaqdır. Verib mənə inkar cümlə. İnkardırsa inkarla geri qayıdacağam. Bu səbəbdən so-nu dərhal sildim və neither doesn't ola bilməz. Yəni bir inkardan sonra ikinci inkar heç vaxt gələ bilməz. 2-nin 3-ü siləndən sonra təbii ki 1-4 mənim doğru variantım olacaqdır. B variantı. We hadn't bəs zamanı mənim past perfect-dir. Past perfect yadıma dərhal düşür ki, past perfect necə düzəlir? Had üstə gəl, participle to vasitəsilə. Doğrudurmu? Easy-ni dərhal atıram çünki easy-dən əvvəl mütləq ki inkar gələr. O səbəbdən sildim. Yenə A variantını atıram. Mütləq ki easy-dən əvvəl inkar gələr. Zamanın past perfect-dir. Yəni had üstə gəl participle-dur. Didin nə əlaqəsi var ki? But Mike hadn't. Bu hissədə hadn't olub. Bu hissədə hadn't olması mümkün deyil. But üçün ya əvvəl ya da sonra inkar gəlməlidir. Hər ikisi inkar və yaxud da ki hər ikisi təsdiq ola bilməz. And neither had Mike, Y variantı mənim doğru cavabım olacaqdır. İnkardır, neither ilə cavab verdim. Zamanım həddir. Sualımı inkarımı hədlə verirəm və doğru variantım Y variantı. Can play. Can veribsə təbii ki geri qayıdışımı can'la verəcəm. Must veribsə geri qayıdışımı must'la verəcəm. May veribsə may ilə ver. Should veribsə should'la ver. Yəni modal feillərdən nə veribsə geri qayıdışı ondan ver. Baxıram ki cümləm təsdiqdədir. Can'ti dərhal silərəm. Nizini dərhal silərəm və yaxud da ki nizini dərhal silərəm. So can'ti variantı doğrudur və can'ti dərhal silərəm Y variantı. Yalnız batlı cümlədə inkar verə bilərdim. The doctor didn't let. Zamanımı dərhal müəyyən elədim və mənim zamanım didlə əlaqəlidir. Və bu inkardır. Does-ı dərhal silərəm. Didlə heç bir əlaqəsi yoxdur. İnkar olduğu üçün so-nu dərhal sildim. So-nu dərhal sildim. 2 inkar bir cümlədə gəlməz siləndən sonra Y variantımı doğru götürəcəm. Is so noble. Is görmüşəm, belə çıxır ki, mən istifadə eləməliyəm. Geri dönüşdə am, is, are ifadəsindən doğrudurmu? 2 inkar bir cümlədə gəlməz anı sildim. Beni doğru götürəcəm. So-dan sonra isn't inkar gələ bilməz. To yalnız təsdiq cümlələr üçündür sildim və neither yalnız inkar cümlələr üçündür verilən yuxarıdakı cümlə isə təsdiqdir. Doesn't take. Zamanımı müəyyən elədim. Do, does'dır. Və təsdiqli inkar əlbəttə ki inkardır. So-nu dərhal sildim təsdiq cümlələr üçündür. Və neither do I C variantı doğru olacaqdır. To yalnız təsdiq cümlələr üçündür sildim. 2 inkar bir cümlədə gəlməz sildim. So, do yalnızca təsdiq cümlə üçündür. Burada isə mənə inkar veribdir. Eyni şeylə 92 və mother let John. Keçmiş zamandadır dərhal müəyyən eləyirəm. Səbəb isə let'slə bitməyibdir. Let qaydasız feildir və təbii ki burada mən didi görməliydim. Does-ı dərhal siləcəm çünki didi veribdir. Does-ı dərhal siləcəm, does-ı dərhal siləcəm. Və verilən cümlə inkardadır. Bu inkarı görməliyim. Neysə did his father Y variantı doğru olacaqdır. So-nu dərhal siləcəm çünki so yalnızca təsdiqlər üçündür. Mənim cümləmdə inkar var idi. Hətto ifadəsini gördüm. Qeyd elədiyim kimi hətto ifadəsi must'ın ekvivalentidir və onun sualı inkarı didlə düzələcəkdir. Verilən cümlə təsdiqdədir. Məhz bu səbəbdən neither-ni dərhal sildim. Had-i dərhal sildim. Had-i dərhal sildim. Və neither-ni dərhal sildim. Doğru variantım təbii ki A variantına veriləcəkdir. Çünki təsdiq cümlədir və had to ilə cümlə verilibdir mənə. Növbəti səhifəyə baxaq. Normal studies. Zamanımı müəyyən elədim. Zamanım indiki zamandır. Esi görürəm və başa düşürəm ki geri qayıdışımı dudazla etməliyəm. Verilən cümlə təsdiqdə neither-ni sildim. So-dan sonra don't gəlməz sildim 1-2-ni və doğru variantım 3 ilə 4 olacaqdır əlbəttə ki. Yenə həmin tipli testdir. I don't understand görmüşəm. Yəni indiki zamandır belə çıxır ki dudazla geri qayıdış edəcəm. Lakin bu dəfə inkardır, inkar verərəm. So-nu dərhal sildim təsdiqlər üçündür. So-nu dərhal sildim təsdiqlər üçündür.
Neither do I verərəm, bir də I don't either verərəm. Neither ilə is'nin fərqi odur ki, either cümlənin sonunda özündən əvvəl inkar tələb edəcəkdir. Neither cümlənin əvvəlində və ikinci inkarı isə tələb etməyəcəkdir. Doğru variantımız B-yə gedəcəkdir. I haven't done. Zamanımı dərhal müəyyən edirəm və bu present perfect-dir. Belə çıxır ki, sualımı, inkarımı mən have, has, müstəqil participle to şəkildə düzəlirsə, sualımı, inkarımı have, has-lə istifadə edəcəm. Verilən cümlə inkardır. İnkar olduğu üçün so-nu dərhal sildim. So-nu dərhal sildim. To-nu dərhal sildim. To təsdiq üçündür. So təsdiq üçündür. İki inkar bir cümlədə gəlməz sildim və C variantımı doğru götürəcəm. 66-da eyni tipli və put no. Put solarda indiki zaman olduğu üçün belə çıxır ki, keçmiş zamandır və sualımı, inkarı didlə istifadə edəcəm. İnkardır mı? İnkardır. Also yalnız təsdiq cümlələr üçündür sildim. Neither does veribdir, zamanım yanlışdır, didə getməliyəm, sildim. So did təsdiq üçündür, yalnız burada yuxarıda mənə inkar veribdir, dərhal sildim. D variantım doğru olacaq əlbəttə ki və to isə yalnızca təsdiq cümlələr üçündür, sildim. Never behaves, zamanımı müəyyən elədim. Dudazdan söhbət gedir əlbəttə ki. Doğrudurmu? Və inkardır. To isə yalnız təsdiq cümlələr üçündür, sildim. I never behave so either. Bəli, B variantını doğru götürdüm. Zaten baxın, never gəlibdir və either də cümlənin sonundadır. Burada neither did I olmalıydı o səbəbdən, yəni belə bir quruluş doğru deyil. Deməli, neither'dən sonra dərhal nə gəlməliydi? Did gəlməliydi. Sonra I gəlməliydi. Do təbii ki, yanlış zamandır. Yanlış zaman deyil, sadəcə inkardır. Verilən cümlə inkardır və mən so ilə geri qayıda bilmərəm. Do-dan istifadə etməliyəm. Və also da yalnızca təsdiq cümlələr üçün istifadə olunur və doğru variantım I never behave so either. Böyle, dudan da istifadə eləməyibdir. Sadəcə cümləni indiki zamanda veribdir, inkar veribdir. Buradakı kimi və cümləni də either-lə bitiribdir. Heç bir problem yoxdur. Belə bir cümlə quruluşu tamamilə mümkündür. Has never heard. Present perfect-də belə çıxır ki, mən geri qayıdışımı have, has-lə etməliyəm. Çünki has never heard. Nədir bu? Present perfect. Yəni indiki bitmiş zaman sualı inkarı have, has-lə düzəlir. İnkar verdiyi üçün batdan sonra yenidən inkar vermərəm, sildim. To yalnızca təsdiq cümlələr üçündür, sildim. Jack hasn't either 3-ü doğru götürəcəm. But Jack has 4-ü doğru götürəcəm. Batdan ya əvvəl ya sonra inkar gəlməlidir. Birincində inkar gəlib, sonra təsdiq gəlib. Bəli, tamamilə doğrudur, tələb olunan da budur. Neither has Jack. Bəli, tamamilə doğrudur, verilən inkardadır və has ardıcıllığı özünü göstəribdir. 3, 4, 5 tamamilə doğru. Was not killed, verilən was'lu. Təbii ki, geri qayıdışımı da was were-lə edəcəm. Doğrudur mu? Not verib inkardır. İki inkar bir cümlədə gəlməz, dərhal sildim. So-dan sonra inkar gəlməz, dərhal sildim. So yalnız təsdiq cümlələr üçündür, verilən inkardadır, dərhal sildim. To yalnız təsdiq cümlələr üçündür, verilən inkardadır, dərhal sildim və doğru variantım neither was that girl, Y variantına gedəcəkdir əlbəttə ki. Və yenə was not diligent, yenə həmin tiplidir. Always gives me, hər zaman mənə verir. Zamanımı dərhal müəyyən elədim. Do, does'dan söhbət gedir. Təsdiqdədir. İnkar veribdir, to-nu dərhal sildim. So does Nick. B variantı doğru olacaqdır. Təsdiqdədir və do does'la geri qayıdış edəcəksən. But Nick doesn't olardı. C variantı ona görə sildim. Neither seçməyim üçün yuxarıdakı cümlə inkar olmalıdır. Təsdiqdədir. Və yenə də either-də o səbəbdən silirəm. 74 eyni tiplidir və 75 də eyni tiplidir. Have never called. Present perfect-də də inkardadır. Və belə çıxır ki, mən istifadə eləməliyəm have, has-dən. Doğrudurmu? But she has either, təbii ki, either-dən əvvəl dərhal inkar gəlməlidir. Yəni düz bax, hasn't either olmalıydı, ona görə yanlışdır. To yalnızca təsdiq cümlələrdədir, o səbəbdən yanlışdır. But she has. Y variantını doğru götürərəm. Batdan əvvəl inkar gəlibdir, batdan sonra da təsdiq gələ bilər. Have has-də verilibdir, have has-də də geri dönüş edə bilərsən. But she hasn't verə bilmərəm. Batdan həm əvvəl inkar, həm də sonra inkar gəlməsi yanlışdır. Və so da yalnız təsdiqləri ifadə edir. 77-də eyni tip testdir və doesn't make.
Hizbət. Deməli inkardır, düzdürmü? İnkar olmaqla yanaşı dudan, dazdan söhbət gedir. Dərhal mən silirəm onu və dərhal mən silirəm iki inkarı bir arada görəndə. Biri götürəcəm və 4-ü götürəcəm. Bu qədər sadə bir materialdır. Çətin bir şey yoxdur. Sadəcə olaraq bir qədər diqqətli olmaq lazımdır. Made him apologize. Zamanımı müəyyən elədim. Diddir. Təsdiqdirmi? Təsdiqdir. O səbəbdən də mən nizəni sildim. Beyni dərhal götürdüm. Zamanım yanlış və so'dan sonra inkar gəlməz sildim və to-da inkarda işlənməz sildim. Have to görmüşəm. Sualımı, inkarımı dudazla istifadə eləməliyəm. Çünki have to'nun sualı, inkarı dudazla verilir. But I don't to yalnızca təsdiq cümlələr üçündür. Sildim. Haven't-la verə bilmərəm. Dudazla verməliyəm. Sildim. Did yanlış köməkçi feildir. Sildim. Təsdiqdədir. Neither burada nə gəzər ki? The variantının so'dur deyil. Doğru ifadəyə gedəcəkdir. Təsdiqidir. Təsdiqlə geri verdim. Yenə həmin şeydir. Have never seen'dir. Present perfectdir yenə. Və verilən inkardadır. Present perfect'in sualı inkarı dərhal yadıma düşür ki, have has'lə düzələcəkdir və inkardadır. O səbəbdən də so'nu sildim. İki inkar bir cümlədə gəlməz sildim. So'nu sildim. Do burada nə gəzər ki? Fərqli zaman. Bir zaman digər zamana keçid elə bilməz. A variantı təbii ki, doğruya gedəcəkdir. 52 də həmin testdir və wonder. Dərhal zamanımı müəyyən elədim. Təbii ki, indiki zamandır. Dudazdan istifadə edəcəm. Təsdiqdirmi? Bəli, təsdiqdir. Və do either yalnız inkar cümlələrdədir. Sildim. C variantı doğru olacaqdır. But we do deyə bilmərəm. But we don't olardı. Batdan ya sonra ya əvvəl inkar gəlməlidir. To yalnız təsdiq cümlələr üçündür. Necə isə yalnız inkar cümlələr üçündür. Verilən cümlə mənim üçün təsdiq idi. 54-də həmin testi, 55-də. Gəlin 55-ə baxaq. Don't know-da inkar veribdir. Təbii ki, geri qayıdışımı dudazdan istifadə edəcəm və inkardan istifadə edərəm. Belə çıxır ki, mən sonu dərhal silərəm. Necə does anybody else variantım doğru olacaqdır əlbəttə ki. To yalnız təsdiqli cümlələr üçündür. Easy ilə cümlə heç bir təqdirdə başlamaz. But we don't da deyə bilməzsən. But we do olmalıydı. Çünki batdan əvvəl də inkar bu şəkildə gəlib, sonra da bu inkarın bu şəkildə gəlməsi tam olaraq yanlış olardı. Pid always like. Zamanımı dərhal müəyyən elədim. Present simple'dır. Belə çıxır ki, do'dan, does'dan istifadə etməliyəm. Verilən cümlə təsdiqdirsə neizini sildim və izini də sildim əlbəttə ki, təsdiqdədir. O səbəbdən də 2-ni götürərəm və 4-ü götürərəm əlbəttə ki. Və has to ifadəsini gördüm. Belə çıxır ki, sualımı, inkarımı do, does üçün istifadə edəcəm. Çünki has to'nun sualı, inkarı do, does'la düzəlir. Have-i dərhal sildim. But I do veribdir, amma inkar yoxdur, qabaqda sildim. Have-i dərhal sildim. Verilən cümlə təsdiqdədir. Necə nə gəzir ki, burada o səbəbdən Y variantını so do I götürəcəm. Never let. Let-i gördüm keçmiş zamandadır. Belə çıxır ki, mən diddən istifadə etməliyəm. Çünki mother üçüncü şəxsin təqidir, she'dir. Və she indiki zamanda let's olmalıydı. Keçmiş zamandadır deməli, diddən istifadə edəcəm. Və inkarımı gör. İnkarım təbii ki, mənə deyir ki, sonu dərhal sil, to'nu dərhal sil. 1-dən 3 doğru variantdır. Burada isə has never let'dir. Bax, bunu gör ha. Jane's father. Üzrlü hesab edin. Has'i görmürəm burada. Jane's father. Jane'in atası never let. Yeni keçmiş zamanı gördüm. Diddən istifadə eləyəcəm. İnkarı gördüm. O səbəbdən də so'nu siləcəm. So'nu siləcəm və to'nu dərhal siləcəm. Doğru variantım 1 və 4 olacaqdır. You never answer his messages. Zamanımı müəyyən elədim. Təbii ki, do'dan, does'dan söhbət gedəcəkdir. Və inkardadır. And neither does ilə biri götürəcəm. So yalnız təsdiqlər üçündür. But I do doğru götürəcəm. But'dan əvvəl inkar gəlibdir. Zamanım doğrudur, does və ondan sonra təsdiq gəlib doğru. Also yalnızca təsdiq cümlələr üçün mümkündür. 1-3 D variantım doğru olacaqdır.
Və burada sənə deyir ki, you never work. Zamanımı dərhal müəyyən elədim. Təbii ki, do'dan, does'dan söhbət gedəcək. Doğrudurmu? Do'dan, does'dan söhbət getdi. Və inkardadır. İnkardadırsa dərhal mən neither does tomu biri götürəcəm. Əlbəttə ki, zamanım do does'dır. Sonu dərhal silərəm təsdiqlər üçündür so. O son dərhal silərəm təsdiq üçündür. But I do'nu götürərəm. Batdan əvvəl inkar gəlibdir. Batdan sonra inkara ehtiyac yoxdur artıq. Və zamanım do does'dır. Zamanı da düz veribdir. 1-dən 4 doğru ifadə olacaqdır. Tamamilə doğruydu. Hər hansısa bir çətinlik düşünürəm ki, yoxdur. Çətin bir məqam burada yoxdur. Çox sadə testlərdir. Yenə have to görmüşəm. Have to görürəmsə təbii ki, sualımı, inkarımı do-does'dan istifadə eləyəcəm. Həzi dərhal sildim və təsdiqi də görək. Neither'ni dərhal sildim və doğru variantım 2, 4 olacaq əlbəttə ki. Aren't görmüşəm. Zamanım təbii ki, am, is, are-dan istifadə edəcəm və inkar olduğunda görək. Neither are hers A variantı doğrudur. So yalnız təsdiq üçündür. Zaman yanlışdır. Zaman yanlışdır. To yalnızca təsdiq üçündür. Has made present perfectdir. Sualımı, inkarımı verəcəm. Have, haslə əlbəttə ki. Və verilən cümlə təsdiqdədir. O səbəbdən is'ini dərhal sildim. Do'nu dərhal sildim. Neither'ni dərhal sildim təsdiqdədir və neither'ni dərhal sildim təsdiqdədir. Doğru variantım əlbəttə ki, so has, his, Y variantı doğrudur. Gedirəm ask me, keçmiş zamanda olduğunu görürəm. Yəni mən diddən istifadə eləyəcəm əlbəttə ki və təsdiqdədir. Belə çıxır ki, mən neither'ni sildim. To yalnız təsdiq üçündür sildim. But they also yalnız təsdiq üçündür sildim. Və ask me təsdiq cümlədir və so did they B variantı doğru olacaqdır. Diddən istifadə edirik. Neither təbii ki, inkar üçündür, dərhal sildim. Doesn't like veribdir və inkardadır. Do-dan, does'dan istifadə eləyəcəm. But I do A variantı doğrudur. Also yalnız təsdiq üçündür. But we don't, batdan əvvəl zaten inkar gəlib olmazdı belə. Did yanlış zamandır və did yanlış zamandır. Zamanı da görmək vacibdir. Could görmüşəm. Təbii geri qayıdışımı edəcəm. Could'la. Mütləq ki, could'la edəcəm. Can'i dərhal sildim. Və couldn't olduğu üçün batdan sonra yenidən ikinci couldn'tu dərhal silərəm. They couldn't remember it either. D variantı təbii doğru olacaqdır. Also yalnızca təsdiq cümlələr üçündür və to da yalnızca təsdiq cümlələr üçündür. Want görmüşəm. Belə çıxır ki, geri qayıdışımı will edəcəm və inkarda inkar kimi də geri qayıdış edərəm. Batdan ya əvvəl ya sonra inkar gəlməlidir. Hər ikisi bu şəkildə olmazsa o səbəbdən sildim. Her friends will to təbii ki, təsdiq cümlələr üçündür to. Yuxarıda mənə inkar verilib, dərhal silərəm. C variantı doğrudur, but her friends won't either. Bəli, izdir inkar cümlədədir. Özündən əvvəl də inkarlıq tələb edib ki, burada da verilibdir. Zamanda doğrudur. 2 inkar bir cümlədə gəlməsi D variantını o səbəbə sildim və Y variantında isə yanlış zamandır. O səbəbə görə silirəm. Never cut görmüşəm. Cut olardı indiki zaman üçün. Belə çıxır ki, keçmiş zamandır və nəticədə diddən istifadə etməliyəm. Do'nu dərhal sildim. Does'ı dərhal sildim. Does'ı dərhal sildim. Neither did to yalnızca təsdiq cümlələr üçündür və Y variantı doğru olacaqdır əlbəttə ki. Is lookingdir və təbii ki, geri qayıdışdır. Is are, am is adan istifadə etməliyəm. Doğrudurmu? Belə çıxır ki, təsdiqdədir. So is doğrudur. Has'i dərhal silirəm. Has'i dərhal silirəm. Is doğrudur. 1-dən 4 özün göstərəcəkdir. Hunter cut keçmiş zamandadır. Çünki cuts olardı indiki zaman üçün. Belə çıxır ki, diddən istifadə eləməliyəm. The boys did to doğrudur. Çünki verilən cümlə təsdiqdədir. To da zaten təsdiq üçündür. So təsdiq üçündür. So did the boys. 1, 2 və 5-ə gedirəm. But the boys did batdan əvvəl təsdiq gəlibdir. Ondan da sonra rahatlıqla inkar gələ bilərdi və zamanımı da doğru veribdir. Either'dən əvvəl inkar gələr. 4-ü sildim və to isə yalnızca təsdiq cümlələrdə olacaqdı. 44-də həmin tipli testdir
və 45-ə baxsaq, never eats'dir, indiki zamandır. Dudan, dazdan istifadə edəcəksən və inkardır. Belə ki, sonu silərəm dərhal, olsunu dərhal silərəm. 2-ni götürəcəm və 4-ü doğru olaraq götürəcəm. Haven't formally announced, present perfectdir. Belə çıxır ki, sualımı, inkarımı istifadə eləməliyəm have, has'dən. Belə çıxır ki, neither have we A variantı doğrudur. So təsdiq cümlələr üçündür. But did yanlış zamandır. Either'dən əvvəl inkar gələrdi. To yalnızca təsdiq cümlələr üçündür. Usually have breakfast. Have bu şəkildə gördünsə, sualı, inkarı, do daha az düzələcəkdir. Çünki əsas feil funksiyasındadır, qəbul eləmək mənasındadır. Təsdiq cümlədədir. So'dan sonra inkar gəlməz, dərhal sildin. We do either yalnız inkar cümlələrdədir, sildin. So does ben. Y variantı doğru olacaqdır. So üstəgəl köməkçi feil, üstəgəl mübtəda. To yalnızca inkar təsdiq cümlələr üçündür və also da yalnızca təsdiq cümlələr üçündür. Bu qədər sadə bir materialdır. Çətin heç bir şey yoxdur. Qaydaya baxırıq, testlərimizi edirik. Testlərin çox hissəsinin izahatını mən verdim. İzahlara baxırıq, geri qalanlarını həll edirik. Bütün abituriyentlərə uğurlar arzulayıram. Təşəkkür edirəm.